Çılgın dondurmacı ve Nadir Qafarzadə haqda bir video bırakmıştım. Ve demiştim ki, gündəmə Nadir Qafarzadə adlı bir müğənni damğa vurub. Deyib ki, bir türk dondurmacısı arvadlarınızı, qızlarınızı qabağında oynadır, 20% çıxmaq şərti ilə cəmiyyət üzünüzə tüpürüm, sinənizə tüpürüm. Həmin dondurmasının dediklərinə qulaq asın. Şimdi bizim yeni konseptimiz sadece çocuklar, sadece balalar. Çünkü neden? Çocuklar o kadar çok seviyorum ki. Olay şu. Yani eğer çocukların gülmesini istemiyorlarsa, çocukların eğlenmesini istemiyorlarsa, ya bayanlar var da ama dans eden bayanların hepsi yabancı. Azərbaycan Videodan da aydın oldu ki, dondurmacı bu şounu uşaqlar üçün edib və rəqs edənlərin əksəriyyəti də xarici turistlər olub. Əgər orada rəqs edən Azərbaycanlı xanım var idisə, tanıyırdınızsa, niyə tənqid etmədiniz, niyə ictimailəşdirmədiniz, niyə demədiniz? Lap Azərbaycanlı xanım var idisə, burada dondurmasının nə günahı var ki? Bu adamın Türkiyədəki şovlarına minlərlə turist bu çılgın dondurması üçün Türkiyə gəlir. Türkiyəli dondurması da yaşı Azərbaycan sədaları altında insanları əyləndirir və yaşı Azərbaycan mahnısını oxuyur. Sonra da deyir ki, başqa ölkələrə dəvət almışam, amma mən ilk gəlişimi Azərbaycana etdim. Çünki burada mənim vətənimdir. Əziz izləyicilər, tanınmış bir jurnalistin və ya bir ictimai fiqurun lap belə dondurması qarşısında rəqs edən xanımlara tənqidi normaldır. Pis baxmıram. Amma bədbəxtçilik budur ki, bunu haqqı olmayan Nadir deyir. Və hansı Nadir? Niyə deyir? Televiziyalardan qovulduğu üçün, daha toylara çağırılmadığı üçün gündəmə gəlmək məqsədi ilə deyir. Nadir Qafarzadə Azərbaycan vətəndaşlarını manipulyasiya etmək istəyir. Üzümü bəzi paşa təfəkkürlərə tuturam. Namus, qeyrət bazarda satılmır ki, kimsə onu pulla alsın. Əxlaqsızlığa qarşı mübarizə gözlərinizə eynək taxıb, saqqal buraxıb, priuslarda, beyedelərdə video çəkməklə, cəmaata əxlaq dərsi keçməklə olmur. Mətbəxdə video açıb cəmaata ağıl öyrətməklə də olmur. Azərbaycanda əxlaqsızlığın qarşısının alınması üçün, azaldılması üçün əsas şərt hər kəsin özünün və ailəsinin qeyrətini çəkməkdir, əxlaqını düşünməkdir. Heç kəsin əxlaqına, mənəvi dəyərlərini nə sorğulaya bilər, nə də ölçə bilər. Rəqs etmək əxlaq pozğunluğu birincisi deyil. Düzdür, bədən əzalarının hədsiz dərəcədə abartılması, sinə və qılçaları açıb rəqs edən bəzilərini mən də ümumiyyətlə tənqid etmişəm, qəbul etməmişəm də. Amma dondurmasının nə günahı var? Həmin hadisəni az qala əxlaq əldən gedir deyib hayqıranlara bir sual vermək istəyirəm. İfadəmə görə də üzr istəyirəm. Eşşəyə gücü çatmayanın palan döyəzləməyinə ehtiyac yox deyə. Elə həmin ərazidə az qala 20-30 gecə klubu var. Ümumiyyətlə Bakının elə bir rayon ərazisi yoxdur ki, orada gecə klubları, gecə barları Bakıda fəaliyyət göstərməsin. 20 ildir ki, o gecə klublarında Azərbaycan qızlarının bəzilərinin, təbii ki, o əyyaş həyat tərzi keçirənlərin ərəb qalmayıb ki, qucağında oturmasın. Qucaqlardan qucağa hoppanmasın. Gecə klublarını qoyuram kənara. Elə günün gündüz çağı Targova adlanan ərazidə fahişələrin Ərəbovu, Neftçilərdən Bakıxanova gedən yolda Şamaxınka tərəflərdə cinsi azlıqların fəaliyyəti, Xırdalan dairəsində bədən alveri, bilməyən və görməyən yoxdur. Niyə səsiniz çıxmırdı? Gözünüzün qabağında TikTokda yüzlərlə gənc qız intim xidmət təklif edir. Velizarı söyüb görəndə onunla foto çəkdirənlər niyə səsiniz çıxmır? Çünki Azərbaycanda ən həssas damar əxlaq damarıdır. Amma bu əxlaq damarına basan, millətə əxlaq dərsi keçən adamın da kimliyi əsas şərtdir. Elə ona görə də Azərbaycanın
namusunun, qeyrətinin ləkələndiyi 26 fevral Xocalı soyqırımı günü İsraildə konsert verən Nadir Qafarzadə cəmiyyətə əxlaq dərsi keçərək bəziləri üçün həqiqət carçısına çevrilir. Azərbaycan-Türkiyə qardaşlığına, birliyinə üzr istəyirəm, cirəyənlik, yaltaqlıq deyən bir adamın dövlətçilikdən, əxlaqdan, millətdən danışmağa ən axırıncı haqqı olan bir adamın, mən elə onlardan biri də Nadir Qafarzadəni hesab edirəm. Səhnələrdə əxlaqsızlıq təbliğ olunur deyib, insanları manipulyasiya edən bu Nadir Qafarzadə o əxlaqsızlığı səhnələrə, Nadir, sizlər gətirmişsiniz. Biri sən, Ayan Babakişiyevanı arxadan qucaqlayıb başını onun sinəsinə qoyan, səhnədə qədək sındıran, biri əxlaqdan danışaraq cəmiyyətin 20%-ni çıxmaq şərti ilə qalan 80%-ni, yəni 10 milyonluq xalqın 8 milyonunun üzünüzə tüpürüm ifadəsini işlədən bir adama, kişi adamdır deyənlərə üz tuturam. Heç biriniz arzu etmərsiniz ki, evdəki oğul övladınız kişi adam dediyiniz Nadir Qafarzadə kimi kişi olsun. Siz bunu qəbul etsəniz də, etməsəniz də tarix bizim türk olduğumuzu sübut edir. O Türkiyəli dondurması da bizimlə bir millət, iki dövlət anlayışına malik adamdır. Bir türkün qadın və qızlarımızı qabağında oynatdı ifadəsinə gəlincə, əvvəla oynatmaq başqa şeydir, oynamaq başqa şey. Oynatmaq məcburi şəkildə olur, oynamaq isə könüllü şəkildə olur. Belə çıxır ki, toylarda heç kəs xanımlarını, qızlarını rəqs etməyə qoymasın ki, oxuyan kişi müğənnidir. Kişi müğənni toyda qadınlarımızı qabağında oynadır deyə düşünməliyik. Və ya toyda oxuyan müğənniyə yaxınlaşıb milli kimliyini öyrənib sonra qızımızı rəqs etməsinə icazə verməliyik. Toy müğənnisinin də, klonun da, şovmenin də, təlxəyin də əsas funksiyası insanları əyləndirməkdir. Pul müqabilində. Bir-iki qadın və uşağın yaşa Azərbaycan oxuyan dondurması ilə rəqsində qəbahət nədir ki? Sənin onların üzünə tüpürməyə cəsarətin çatarmı? Jennifer Lopez Bakıya gəlməsin ki, fanatları oynayar, Nadirin acığına gələr. Tarkan oxumasın ki, insanlar qabağında oynayar, Nadiri narahat edər. Nadir Qafarzadə toyda oxuyanda millət rəqs edir. Onda belə çıxır ki, Nadir qadın və qızlarımızı qabağında oynadır. Adam ANS kanalında Türkiyəli müğənnilərə paxıllıq etdi və Azərbaycan-Türkiyə qardaşlığına cirəyənlik, bayaq dedim, yaltaqlıq adlandırdı. Sonra özü cirəyənlik, yaltaqlıq etdi, üzr istəyirəm. Dedi ki, mən türk deyiləm. Ulu öndər demişkən, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Bu türk düşməni başa düşmür ki, Ulu öndər o sözü Azərbaycanda yaşayan bütün millətlərə deyib, vətəndaşlıq mənasında deyib. Azərbaycanda yaşayan bu ölkənin vətəndaşı olan Rus da, Türk də, Talış da, Ləzgi də və s. hamısı vətəndaş olaraq Azərbaycanlılardır. Hələ millətlə vətəndaşlıq anlayışını bilməyən bu adam düşünmədi ki, elə Ulu Öndər özü demişdi də, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Öz millətini tanımayan, çıxıb Azərbaycan cəmiyyətinə özünü tanımayanlar, üzünüzə tüpürüm 80% deyir. Başa düşmürəm. Azərbaycan səhnəsində soyunmağı, lüt ətcəbala olmağın əsasını qoymuş Aygün Kazımovanın, Röyanın toylarda ifası zamanı az qala ayaqları arasına girib foto çəkdirənlər sizdə. Nadir, show biznesdə bir yandan deyib qışqıranların gözlərinə elə bir dondurmasının yaşı Azərbaycanı gəldi. Rusiyanı sevən, amma Türkiyəni sevməyən Nadir istirahətini niyə Türkiyənin Antalya şəhərində keçirir, əgər Türkiyəni sevmirsə?
Amma kasıb Bakıdan çıxmağa evdə pulu olmayan biri, iki uşağın bir dondurmacının yanında şousunda əylənəndə hamının gözünə girir bəzilərinin. Əxlaqsız oldular. Onların sizin kimi Miami'də, Antalya'da əylənməyə imkanları yoxdur axı. Türkiyəni sevməyən, amma Rusiyanın şou biznesini özünə baş tacı hesab edən Nadir Qafarzadə niyə Türkiyədə 300 min dollara ev almışdı, əgər pis idisə? Aylın, ay paşa təfəkkürlülər, bəziləri elə Nadir Qafarzadənin millətə əxlaq dərsi keçməyinə görədir ki, bugün Velizar Bayram qəhrəmana çevriliblər az qala. Qazı qalxır, suyu qalxır, pensiya yaşı qalxır, fərqində deyil. Amma Nadir Qafarzadənin sərsəm danışıqları bu cəmiyyətdə gündəm olur. Çox təəssüf. Bilirsinizmi, sənət adamları, xahiş edirəm sənətinizlə məşğul olun. Əgər o sənət sizdə yoxdursa, gündəmə gəlmək üçün belə sərsəm, axmaq açıqlamalarla özünüzü yormayın. Fikirləriniz maraqlıdır mənim üçün.